Sağlam həyat tərzi nədir? Sağlam həyat tərzi elə bir həyat tərzidir ki, onda təbiətə zidd heç nə yoxdur. Bununla belə müasir insanın həyatının özü onu təbiətin normalardan kənara çıxmağa sövq edir. Biz təbiəti nəzərdə tutmadığı seni qidalarla qidalanır, bədəni nəfəs almağa və təbiətin ünsürləri ilə təmasda olmağa imkan verməyən suni materiallardan olan paltarlar geyir, az hərəkət edirik. Halbuki təbiət insan orqanizminin intensiv hərəkəti hesablamaqla yaradıb. Biz hətta düzgün nəfəs almağa belə yadırğamışıq və orqanizmə həyat mənbəyi olan oksigeni bizim təbiətimizin tələb etdiyi miqdarda verə bilmirik. İnsanın öz oxşarlarına nifrət etmək, qəzəblənmək, incimək, ruhdan düşmək, qara fikirlərə düşmək kimi xüsusiyyətləri haqqında danışmağa belə dəyməz. Axı ruhun harmoniyası olmadan bədən də sağlam ola bilməz. Beləliklə, düzgün olmayan qidalanma, tənəffüs, hərəkət çatışmazlığı, enerji balansının, zehnin harmoniyasının pozulması, bax bunlar insanın təbiət qanunları ilə bağlı yol verdiyi əsas nöqsanlardır. Xəstəlik başqa bir şeyin deyil, məhz bunların pozulmasının nəticəsidir. Özünüz mühakimə edin. Təbiətin elementar qanunlarını pozmağa davam etməklə, dərmanların köməyi ilə sağalmaq olarmı? Əlbəttə yox. Təbiət insan üçün kimyəvi, suni şəfa verici vasitələr nəzərdə tutmayıb. Təbiət insan üçün çoxlu sağlamlaşdırma vasitələri nəzərdə tutub. İnsan isə onlar barədə ya bilmir, ya da təbiətə, öz-özünə və özünün daxili şəfa verici qüvvələrinə inanmayaraq bilmək istəmir. Bunun əvəzinə həblərə etimad etməklə yalnız özünün daxilindəki şəfa verici qüvvələrin səsini boğur. Onlara işləməyə imkan vermir və sonda şəfa verici qüvvələrin mexanizminin özünü boğur. Təbiətin verdiyi sağlam həyat tərzinə qayıtmaq üçün öz təbiətinə, özünə inanmaq çox sadədir. Sadəcə qərar vermək lazımdır. Özünüzü dəyişməyə başlayın və siz görəcəksiniz ki, təbiətlə ahəngdə yaşamaq çox xoşa gələndir və heç də çətin deyil. Çünki insan üçün təbii olan hər şey asan və xoşdur. Ağrı, əzab və xəstəlikləri bizim həqiqi təbii mahiyyətimizi tərif edən qeyri-təbii davranışlarımız doğurur. Yalnız sağlam həyat tərzi hər bir insanda mürgüləyən şəfa verici qüvvələri oyanmağa və fəaliyyət göstərməyə məcbur edə bilər. Yalnız sağlam həyat tərzi orqanizmi, həyat qüvvələri, orqanizmin hər bir hüceyrəsini canlandıran və sağlamlaşdıran şəfa verici təbiət enerjisi ilə doldurmağa imkan verər. Beləliklə, sağlam həyat tərzini tənzimləmək, düzgün qidalanmaq, düzgün hərəkət etmək, düzgün nəfəs almaq, təbiət ünsürləri ilə ilk növbədə su və hava ilə təması nizamlamaq, öz cismində düzgün enerji mübadiləsini tənzimləmək, ruhu sakitlik və harmoniya ilə təmin etmək deməkdir. Bütün bunların əldə olunması tamamilə mümkündür və elə də çox səy tələb etmir. Düzgün hərəkət etmək nə deməkdir? Bu elə hərəkət etmək deməkdir ki, orqanizmdə hər bir hüceyrə canlansın, hərəkətə gəlsin, onda sümükləşmiş hərəkətsiz hissələr, donmuş sərt onurğa, ayaqlarda və əllərdə soyuq və hərəkətsizlik əlamətləri qalmasın. Qan yaxşı dövran etsin. Təbiətdə heç nə, heç vaxt hərəkətsiz olmur. Biz onda daim enerjinin, həyati qüvvələrin hərəkətini görürük. Yalnız xəstə insanda həyat əlamətlərinin və hərəkət olmamasını hiss edirik. Özünü hərəkətsizliyə məhkum edən insan özünü xəstəliyə də məhkum edir. Düzgün qidalanmaq nə deməkdir? Bu təbii qidalarla qidalanmaq deməkdir. Yalnız çiğ, yəni bişməmiş qida qəbul etmək məcbur deyil, lakin enerjili, canlı qida ilə qidalanmaq lazımdır. İdeal təbii enerjili qida düyü və dənlərdir. Həm də bütöv və üyüdülməmiş, lazımi şəkildə hazırlanmış dənli bitkilər. Belə qida həm güc, həm də sağlamlıq verir. Ömrü uzadır. Təbii enerjidən məhrum olan qida ballastdır. Bədəni doldurur və orqanizmə heç bir fayda vermədən onu zəhərləyir. Eyni zamanda bu o demək deyil ki, sərt diyetdə oturub yalnız dənli və bitki mənşəli qida qəbul etmək lazımdır. Heyvani qida da zəruridir. Lakin hər şey müəyyən nisbətdə olmalıdır və hazırlanma üsuluna diqqət edilməlidir. Düzgün nəfəs almaq nə deməkdir? Bu elə nəfəs almaq deməkdir ki, orqanizmin hər bir uzaq hüceyrəsinə belə oksigenlə birlikdə həyati güc daxil olsun, onu canlandırsın və sağlamlıqla doldursun. İnsanların əksəriyyəti elə nəfəs alırlar ki, oksigen yalnız ağciyərlərin yuxarı hissəsinə çatır. Deməli, qan axını ilə bütün orqanlara lazımi qədər miqdarda daşınmır. Hərəkətsizlik ucbatından adamların
çoxunda orqanizmi oksigenlə və lazımi miqdarda qida maddələri ilə də doydurmağa imkan verməyən Piskan dövranı vardır. Orqanizm daxilində düzgün enerji mübadiləsini qaydaya salmaq nə deməkdir? Bu orqanizmi həyat enerjisi, yer və sama enerjisi ilə doyuzdurmaq, təbiətdə yayılmış həyat gücünə açıq olmaq, xüsusi istiqamətlərdə meridianlarda axan bu həyat enerjisinə yiyələnmək deməkdir. Onun axınını elə nizamlamaq lazımdır ki, heç yerdə enerji durğunluğu, onun çatışmazlığı və ya artıqlığı olmasın. Bədəndə bu enerjinin axını və ya həyat gücü dayanan zaman həyatın özü də dayanır, insan ölür. Normal təbii enerji cərəyanının pozulması xəstəliklər yaradır. Enerjinin normal axınını nizamlamaqla durğunluğu olmayan təbiətdə olduğu kimi biz sağalırıq. Ruha harmoniya gətirmək nə deməkdir? Bu məhvedici hisslərdən, qəzəbdən, qorxudan, qəm-kədərdən, narahatlıqdan, ruh düşkünlüyündən, hədsiz həyəcandan qurtulmaq deməkdir. Bu özünə yazığı gəlməyi və keçmişlə yaşamağı dayandırmaq deməkdir. Bu meditasiya sənətinə yiyələnməklə ruhi sakitlik və dinclik qazanmaq deməkdir. O zaman quruda qasırğalar, dənizdə boran və tufanlar vıyıldasa belə bizi yaradan həmişə harmoniya və dinclik içində olan təbiətə oxşayacaq. Qasırğa qəzəbin təzahürü deyil, təbiət qəzəblənmir, lakin onun enerjisi kifayət qədər şiddətli ola bilər. Lakin insan enerji çatışmazlığından əziyyət çəkəndə təbiətin tam əksini olaraq hirslənir və qəzəblənir. Təbiətdə güc, enerjinin hərəkəti və daxili dinclik, insanda isə güc və enerjinin olmaması, daxili dincliyin yoxluğu, onun əvəzinə isə orqanizmi zəiflədən zərərli hisslər coşur. Niş sisteminin bütün metodlarını, yəni düzgün hərəkət etmək, düzgün nəfəs almaq, düzgün qidalanmaq, enerjinin düzgün duymaq və meditasiya sənətini eyni zamanda paralel şəkildə mənimsəmək lazımdır. Bütün bunlar ani olaraq sizin həyat tərzinizi başqa bir keyfiyyət səviyyəsinə, sizin yaşınızdan, rifahınızdan, sağlamlığınızın vəziyyətinizdən asılı olmayan bir səviyyəyə qaldırır. Amma bu sağlamlıq sistemi ilk növbədə gələcək sağlamlaşdırma üçün müəyyən təməl yaratmağı, daim və hər gün sağlamlığın 6 qızıl qaydasını yerinə yetirməyə başlamağı təklif edir. Sistemin bütün metodikalarına yalnız sağlamlığın qızıl qaydaları sizin həyatınızın əsasına çevrildikdə keçmək lazımdır. Sağlamlığın qızıl qaydaları. Sağlamlığın birinci qaydası sərt yataq. Əbəs yerə demirlər ki, əgər müxtəlif xəstəliklərdən əziyyət çəkirsinizsə, onurğanızı müalicə etdirin. Onurğanı qaydaya salmaq üçün ilk növbədə yataq sərt olmalıdır. İnsanın onurğa sütunu 5 hissəni təşkil edir. 3 fəqərədən ibarətdir. Boyun, döş, bel, sakral oma və büzdüm. Boyun 7 fəqərədən, döş 12 fəqərədən, bel 5 fəqərədən, sakral oma 5 fəqərə, bir sümüklə birləşərək omanı əmələ gətirir. Büzdümdə 3-4 fəqərədən ibarətdir. Fəqərələr arasında qığırdaq və buğlar yerləşir. Fəqərələrin belə mütəhərrik birləşməsi sayəsində bədənin hərəkəti zamanı onurğa elastik şəkildə əyilə bilir. Bükülmə və açılma, yana əyilmə və fırlanma da mümkündür. Ən mütəhərrik fəqərələr boyun və bel, ən az mütəhərrik isə döş şöbəsidir. Öz aralarında birləşməklə fəqərələr içərisində onurğa beyni yerləşən kanal əmələ gətirir. Beləliklə, onurğanın ən başlıca funksiyalarından biri onurğa beynini müdafiə etməkdir. Bu orqan mühüm idarə etmə mərkəzidir. Onsuz skelet və əzələ sistemi, eləcə də əsas həyat orqanlar işləyə bilməzlər. Hər bir fəqərənin ortasında fəqərə çıxıntısı yerləşir. Ondan isə öz növbəsində yan çıxıntılar qaynaqlanır. Onlar onurğa sütunu xarici zərbələrdən qoruyurlar. Onurğa beynindən fəqərə qövslərindəki deşiklər vasitəsilə bədənin müxtəlif hissələrinə xidmət edən sinir lifləri çıxır. Oynaq və birləşmə aparatının pozulması zamanı çıxma adlandırılan ən tez-tez rast gəlinən patologiyada fəqərələr yüngülcə qarışır, yan tərəfə keçir, onlardan çıxal sinir və qan daşıyan damarları çıxır və onların normal fəaliyyət göstərməsinə mane olur.
Bu qan dövranının pozulmasına, sıxılmış sinirlərin uyuşmasına gətirib çıxarır ki, bunun da nəticəsində sıxılmış sinirlərin qoşulduğu orqanlarda müxtəlif pozuntular yaranır. Bu da müxtəlif xəstəliklərə səbəb olur. Ən mütəhərrik olduğuna görə fəqərə sütununun boyun şöbəsi burxulmaya xüsusilə meyillidir. Fəqərə sütununun boyun şöbəsinin burxulmasında göz, sifət, boyun, ağciyərlər, diafraqma, qarın, böyrəklər, böyrək üstü vəzlər, ürək, dalaq və bağırsaq əziyyət çəkir. Belə ki, əgər 4-cü fəqərədə burxulma baş veribsə, onda gözün, sifətin, boyunun, ağciyərlərin, diafraqmanın, qaraciyərin, ürəyin, dalağın, böyrək üstü vəzlərin, dişlərin, boğazın, burnun, qulaqların zədələnmə ehtimalı böyükdür. Əgər sizdə görmə ilə bağlı hər şey qaydasında deyilsə, tez-tez boğazınız və ya qarnınız ağrıyırsa, qalxanvari vəzi pis fəaliyyət göstərirsə, onda bu çox güman ki, 5-ci döş fəqərəsinin burxulması ilə bağlıdır. Sizin ürəyiniz, bağırsağınız, burnunuz, görməniz 10-cu döş fəqərəsinin burxulması nəticəsində əziyyət çəkə bilər. Az adam bilir ki, kişilərdə sidik hissəsinin soyuqlaması, apendisit, impotentlik, prostat vəzlərinin patoloji dəyişiklikləri və qadınlarda ginekoloji xəstəliklər 2-ci bel fəqərəsinin burxulması nəticəsində yaranır. Əgər burxulmaya 5-ci bel fəqərəsi məruz qalırsa, onda babasil, anal deşiyin çatlaması, düz bağırsağın xərçəngi kimi xəstəliklər yarana bilər. Düzəldilməyən burxulmalar orqanizmdə patoloji dəyişiklikləri dəstəkləyir və xəstəliklərə səbəb olur. Bundan başqa xəstə onurğa sütunu özünün əsas funksiyalarını, bədənin oxu olmaq, bunun üçün o elastik və eyni zamanda möhkəm olmalıdır. Başın, boynun, yuxarı və aşağı ətrafların bütün bədənin hərəkətini təmin etmək, sinir əzələ aparatını saxlamaq, əzələ və daxili orqanlara sinirlər çıxan mərkəzi sinir sistemini, yəni onurğa beynini müdafiə etmək normal yerinə yetirə bilməz. Onurğa sütunundakı hətta ən kiçik pozuntu belə bədənin digər hissələrinin vəziyyətinə mənfi təsir göstərə, eləcə də fiziki və psixi vəziyyət arasında harmoniyanın pozulmasını gətirib çıxara bilər. Ona görə də orqanizmin ümumi sağlamlığını yaxşılaşdırmaq üçün onurğa sütununu müalicə etmək lazımdır. Əlbəttə, onurğa sütunu üçün ən yaxşı məşq qaməti düz saxlamaqdır. Qaməti əyməyə öyrəşmiş insan daim özünə nəzarət etməlidir ki, beli və çiyini düz, qarnı sıxılmış qalsın. Düz dayanmağın nə demək olduğunu hiss etmək üçün ayağınızı yüngülcə aralayıb, kürəyinizi divara sökəyin və qollarınızı sərbəst aşağı salın. Başın arxası, çiyinlər, baldırlar və dabanlar divara toxunur. Sonra divara elə yaxınlaşmağa çalışın ki, beliniz və onun arasındakı məsafə barmaq qalınlığından çox olmasın. Qarnınızı yığın, boynunuzu bir qədər dartın və çiyinlərinizi düzəldin. İndi isə divardan aralanın və çalışın ki, özünüzü mümkün qədər belə vəziyyətdə uzun müddətdə saxlayasınız. Çətindir. Əgər siz insanların çoxu kimi qamətinizi əyməyə öyrəşmisinizsə, normal duruş sizə narahat görünəcək. Axı əzələlər və bağlar bədənin qeyri-düzgün vəziyyətində hədsiz zəif və gərgin olurlar. Belinizi düz saxlamaq sizə nə qədər ağırdısa, qamətiniz bir o qədər pozulur. Gün ərzində biz çoxlu müxtəlif hərəkətlər yerinə yetiririk. Çoxları vaxtının çoxunu onurğa sütunu üçün ideal olmayan oturaq vəziyyətdə keçirirlər. Adamlar çox vaxt düzgün dayanmırlar və ya qaməti hədsiz çox əyirlər. Bel əzələlərini çox böyük miqdarda çəki saxlamağa məcbur etməklə gövdələrini ağırlıq mərkəzindən hədsiz dərəcədə uzaqlaşdırırlar. Adətən bel əzələləri belə bir yükün öhdəsindən gələ bilir. Lakin bu zaman onlar öz imkanlarının son həddində fəaliyyət göstərirlər. Bax, buna görə günün sonunda kürəyimiz yorulur və qaməti düzgün saxlamaq bizə daha çətin olur. Amma ömrümüzün 1/3-ni gecə yuxusuna sərf edirik və bu zamandan təkcə dincəlmək üçün deyil, həm də öz duruşumuzu düzəltmək üçün istifadə edə bilərik. Məhz ona görə də yatağımız düz və sərt olmalıdır. İdeal qamət vərdişini saxlamaq üçün sərt düz yataqda yuxunun köməyi ilə onurğa sütununda yaranan pozuntuları daim düzəltməkdən yaxşı vasitə yoxdur. Sərt düz yataq bədənin çəkisini bərabər paylanmasına, əzələlərin maksimal boşalmasına, onurğa sütununun burxulma və əyilmələrinin düzəldilməsinə kömək edir. Döşəmədə yatmaq faydalıdır, lakin öz çarpayına taxta lüfə və ya faner parçası yerləşdirməklə də sərt yataq düzəltmək olar. Həmçinin pambıqla, tüklə və ya süngər rezini ilə doldurulmuş döşək də tövsiyə etmək olar.
Variantlar müxtəlif ola bilər. Başlıcası yaylı döşəkdən qaç. Sərt və düz yataqda onurğa sütununun burxulmaları və əyilmələri asan düzələndir. Çünki onurğa sütunu gecə yuxusu zamanı düzgün vəziyyətdə olur. Yumşaq yataqda isə gündüz yaranan bütün pozuntular qorunub saxlanır. Bundan başqa yumşaq yataq fəqərə arası diskləri qızdırır, onlara asan hərəkətlidir. Bununla yeni pozuntular üçün əsaslar yaradır. Yumşaq yataqda yatmağı sevənlər öz sinirlərini atrofiyaya uğramasına kömək edirlər. Ona görə də xəstəlik onlara dəvətsiz gəlir. Sərt düz yataq bütün orqanların, o cümlədən qaraciyər kimi mühüm orqanın işinə faydalı təsir edir. 3-cüdən 10-cuya qədər fəqərələr qrupu üfüqi vəziyyətdə bərabər yerləşəndə qaraciyərin işi pozulmur. Lakin yumşaq yatağa uzanan kimi fəqərələr yüngülcə əyilir. Bu da qaraciyərin fəaliyyətinin pozulmasına gətirib çıxarır. Qaraciyərə qoşulmuş 4-cü və 8-ci döş fəqərələrinin sinirləri sıxılır, qaraciyərin sekresiyası pozulur. Bu da qanın təmizlənməsinin keyfiyyətinə təsir göstərir. Daha sonra zəncirvari hadisələri izləmək asandır. Yaxşı təmizlənməmiş qan bütün orqanizm üzrə sirkulyasiya edir, müxtəlif orqanların xəstəliklərinə səbəb olur. İnsan səbəbi bilmədən dərmanların köməyi ilə xəstə orqanların müalicə etməyə başlayır. Və onlar da onsuz da xəstə olan qaraciyəri zəhərləyir. Sonraki nəticələri təxmin etmək asandır. Beləliklə düz və sərt yataq düzgün qaməti bərpa etməyə və qoruyub saxlamağa, fəqərə sütununun pozuntularını düzəltməyə, sinir sisteminin işini bərpa etməyə, daxili orqanların fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Sağlamlığın ikinci qaydası sərt balışdır. Təkcə sərt yataqda yatmaq deyil, həm də sərt balışda, ən yaxşısı isə yastıqda yatmaq lazımdır. Siz düz uzanıb boynunuzu yastığa elə qoyursunuz ki, 3-cü və 4-cü boyun fəqərələri onun üzərində dayansın. Onun ölçüləri elə olmalıdır ki, o başınızın arxası ilə kürəkləriniz arasındakı boşluğu doldura bilsin. Bunun mənası ondan ibarətdir ki, onurğa sütunu 3-cü boyun fəqərələrindən başlayaraq düz dayansın və düz sərt səthə yerləşsin. Rahat görünən böyük və yumşaq balışlar əslində bizim boynumuzu əyilməyə məcbur edir. Yaponiyada deyirlər, əyilmiş boyun qısa ömrün əlamətidir. Əvvəlcə sərt yastığa ya dəsmal ya da yumşaq parça qoymaq olar. Lakin yadda saxlamaq lazımdır. Zaman-zaman bu parçanı götürmək və tədricən sərt yastığa alışmağa çalışmaq lazımdır. Beləliklə, müəyyən müddət keçdikdən sonra siz bu yastığa alışır və artıq hansısa yumuşadıcı vasitə olmadan da rahat yata bilirsiniz. Bu qayda ilk növbədə burun çəpərinin fəaliyyət göstərməsi ilə bağlıdır. Məlumdur ki, onun müəyyən nöqtələrinə təsir göstərmək ilə daxili orqanların fəaliyyətini stimullaşdırmaq olar. Məsələn, hoşun itirilməsi zamanı naşatır spirtliklədirlər. Bu zaman üçlü və simpatik sinirlərin periferik ucları zəruri impuls alır və insanın şuuru üzünə gəlir. Müəyyən edilib ki, burun çəpərinin vəziyyəti qızdırma, astma, miyoma, ürək arteriyasının gərginliyi, cinsi orqanların, endokrin sisteminin, qalxana bənzər və çəngələ bənzər vəzlərin xəstəlikləri, sidik saxlamama, aybaşı zamanı ağrılar, enterit, yəni nazik bağırsağın iltihabı, qəbizlik, diafraqmanın zəifləməsi, böyrəklərin, qaraciyərin, mədənin, qulaqların xəstəlikləri kimi problemlərin yaranmasına, eləcə də qıcıqlanmaya, narahatlığa, baş gicəllənməyə səbəb ola bilər. Boyun fəqərələrinin burxulmaları onların oynaqlarında iltihab yaradır. Bundan isə boyunun mütəhərrikliyi əziyyət çəkir. Artıq təkcə boyunun özündə deyil, həm də başın arxasında kəskin və küt ağrılar yaranır. Bundan başqa 3-cü və 4-cü boyun fəqərələrinin burxulmaları yuxarı və aşağı kəsici dişlərin xəstəliklərinə səbəb olur. Beləliklə, sərt yastıq burun çəpərinin istənilən iltihabını sağaltmaqla burun boşluğundakı reflektor mərkəzlərinin stimullaşmasını əvəz edir. Onurğa sütununun boyun şöbəsinə faydalı təsir göstərir. Fəqərələri bir-birinə uzaqlaşdıraraq beyin qan dövranının stimullaşdırır və belə yolla aterosklerozun inkişafının qarşısını alır. Sağlamlığın 3-cü qaydası qızıl balıq çalışmasının yerinə yetirilməsidir. Osteoxondroz problemi heç vaxt indiki kimi kəskin olmamışdı. Bundan başqa onurğa sütununun uzunmüddətli qeyri-düzgün vəziyyəti təkcə uşaqlarda deyil, eləcə də yaşlılarda skolyoz yarada bilər. Qamətin düzəldilməsini artıq aydınlaşdırdığımız kimi sağlamlığın 1-ci və 2-ci qaydası kömək edir.
Üçüncü qayda da həmçinin onurğa sütununda pozuntuların aradan qaldırılmasına yönəlib. Qızıl balıq çalışmasının hər gün yerinə yetirilməsi qamətin düzəldilməsində, deməli orqanizmdə balansın qidalanma, təmizlənmə və əsas əsəb tarazlığının yaradılmasında böyük effekt verir.